Dövlət İmtahan Mərkəzi tərəfindən 20 aprel tarixində 9-cu siniflər üçün təşkil olunan buraxılış imtahanında Azərbaycan dili fənni üzrə imtahana düşmüş qrammatika suallarının izahına baxaq. İlk sualımız belədir. Hansı sıradakı feillərdən biri idi, digəri isə köməkçi sözü ilə işlənmişdir? Bu test tapşırığını düzgün yerinə yetirmək üçün bilmək lazımdır ki, idi, imiş, isə hissəcikləri sözlərə həmçinin ixtisar olunmuş, yəni d, mış, sasə formasında artırıla bilər. Və bu da bənzəyir feilin keçmiş zaman şəkillərinə və feilin şərt şəklinə. Biz bunu necə fərqləndiririk? Əgər d, mış sözün kökünə, başlanğıc formasına artırılıbsa, feilin keçmiş zaman şəkilçiləridir. Yox, əgər zaman və ya zaman və şəxs sonluqlarından sonra artırılıbsa, idinin, imişin ixtisar formasıdır. Bu qayda keçərlidir isənin ixtisar formasına da. O da həmçinin zamanla, zaman və şəxs şəkilçilərindən sonra artırılanda olur isənin ixtisar forması. Amma biz sasəni görə bilərik ki, kökə artırılıb. Bu leksik şəkilçi də ola bilər, feilin şərt şəklinin şəkilçisi də ola bilər və s. İndi gəlin variantlar üzərindən işləyək, görək bizim cavabımız hansı olar. A variantına baxırıq. Sözümüz aparmışdı, alıbsa, aparmaq sözün köküdür. Mış, keçmiş zaman şəkilçisi, d, idinin ixtisarı. Çünki zamandan sonra artırılıb. Növbəti, alıbsa, almaq sözün köküdür. ıb, keçmiş zaman şəkilçisi, sa da isənin ixtisar forması. Cavabımız A variantı olur. Amma biz yenə də digərlərinə baxırıq. Həm də öyrənmək üçün bir vasitə kimi yanaşaq testlərə biz. Çıxdı sözünün kökü çıxmaqdır. D da kökə artırılıbsa, deməli keçmiş zaman şəkilçisidir. Alırsa sözünün kökü almaqdır. Ir indiki zaman şəkilçisi, sa da şərt şəkilçisi. Çıxdı sözünə görə B variantı olmur. C variantı gətirdim. Gətirmək sözün köküdür. Di kökə artırılıb, deməli zamandır. M da şəxs sonluğudur. Susadıq, su sözün köküdür. Sa leksik şəkilçisidir. D zaman şəkilçisidir. Q da şəxs sonluğudur. Burada da hər iki sözə görə C variantı olmayacaqdır. Növbəti dayanacaqdır. Dayamaq sözün köküdür. N leksik şəkilçisidir. Acaq gələcək zaman şəkilçisidir. D da idinin ixtisar formasıdır. Alsan, almaq sözün köküdür. Sa şərtdir, çünki kökə artırılıb. N da şəxs sonluğudur. Ona görə alsan sözü üçün bu qayda keçərli deyil. Şərt uyğun gəlmir və D variantı cavab olmaz. Növbəti oturmuşdu. Oturmaq sözün köküdür. Muş zaman şəkilçisidir. D da idin ixtisarıdır. Gətirsək, gətirmək sözün köküdür. Sə şərt şəkilçisi. Q da şəxs sonluğu. Gətirsək sözünə görə də E variantı bizim cavab variantımız olmur. Cavab A. Növbəti. Sözlərin fonetik xüsusiyyətlərini nəzərə alaraq nöqtələrin yerinə uyğun gələn sözlər sırasını müəyyən edin. 3 sütunda sözlər verilib bu şərtlərə uyğun. Birinci şərt, birinci sütunda belə verilib ki, yazılışı ilə deyilişi fərqlənməsin. İkinci sütunda sətrdən sətrə keçmək mümkün olmasın. Üçüncü sütunda yazılışı ilə deyilişi fərqlənməsin. Baxıram variantlar üzrə. Təbrik. Təbrik formasında tələffüz olunur. Bu birinci sütuna getmir. Cavab A olmaz onun üçün. Məşhur.
tələffüz zamanı ş-hı yerini dəyişir, məhşur olur. Ona görə də B də şərti ödəməz. Vərəq bu qalsın. Xəttat tələffüz zamanı t-nın biri d-ya çevrilir. Ona görə bu da birinci sütuna uyğun gəlmir. Lisenziya, aha bu da cavab ola bilər. C və E arasında qalmışıq. Görək indi hansı olar? Vərəq fərqlənmir, lisenziya fərqlənmir. Aşıq sətirdən sətrə keçirmək olmur. Duanı da sətirdən sətrə keçirmək olmur. İndi üçüncü. Baxaq görək hansı tələffüzlə yazılışda fərqlənir. Askı. Askı yazılır, askı da deyilməlidir. Ona görə C də cavab olmaz. Amma ötkəm yazılır, ötkəm deyilməlidir. Ç, C ilə əvəz olunmalıdır. Onun üçün də cavabımız olacaq E variantı. Burada da cavab E. Növbəti. Deyir, hansı cümlədə əlavə söz birləşməsinin ifadə olunub? Əlavə özündən əvvəlki üzvü aydınlaşdırmağa xidmət eləyir. Biz də əlavəni axtarmalıyıq ikinci hissədəki, o da söz birləşməsi olsun. Baxıram, A variantında deyir ki, topladığı məhsulu, kartofu və soğanı. Kartofu və soğanı sözləşməsi deyil. Onun üçün cavab A olmaz. Bura qəbələyə tez-tez gəlir. Qəbələyə sözdə əlavədir, amma sözləşməsi deyil. Cavab olmaz. İrəlidə sahildə bir dəstə atlı göründü. Sahildə sözdə sözləşməsi deyil. C olmaz. Əsməri rəfiqəsini çoxdan görmürdü. Rəfiqəsinin sözü də sözləşməsi deyil. Ona görə cavab olmaz. Şair bu obrazı əsərin baş qəhrəmanını, bax, əsərin baş qəhrəmanını görür ki, nə ilə ifadə olunub? Söz birləşməsindən. Ona görə də cavab olur E variantı. Aha, növbəti. Frazeoloji birləşmələri müəyyən edin. Baxıram A variantından. Üz vermək, dabanına tüpürmək. Elə hər ikisi frazeoloji birləşmədir. Cavab elə A olacaq. Digərlərinə də baxaq. Ağzına su almaq, bu ola bilər, amma sandığı qıfıllamaq frazeoloji birləşmə deyil. Bu getdi. Gözü kəlləsinə çıxmaq, bu işlənə bilər, amma çəkiclə vurmaq frazeoloji birləşmə deyil. Bu da getdi. Divarları ağartmaq, üz qaraltmaq. Üz qaraltmaq ola bilər, amma divarları ağartmaq xeyir. Ona görə bu da gedir. İşə düşmək, stulları aşırmaq. İşə düşmək ola bilər, amma stulları aşırmaq olmaz. Ona görə də bu da olmaz. B olmaz, C olmaz, D olmaz, E olmaz. Cavab olar A variantı. Növbəti. Cümlələrdə fərqləndirilmiş sözləri nəzərə alaraq uyğunluğu müəyyən edin. 1, 2. Bunları qeyd edək bir kənarda. 1, bu da olsun 2. Mən səni məsuliyyətli bir şagird bilirdim. Burada fərqlənən söz bir sözüdür. İlk maşından anası üçün bir dəstə qızılgül almışdı. Burada da bir sözü fərqlənib. Yadda saxlayaq ki, birinci növ isim birləşmədən tərkibində işlənən bir sözü ədat olur. Məsuliyyətli şagird, məsuliyyətli bir şagird. Gözəl gün, gözəl bir gün. Möhtəşəm əsər, möhtəşəm bir əsər və s. Bunları kifayət qədər artırmaq olar. Deməli, bir də ədatdır. 2-yə baxıram. İlk maaşından anası üçün bir dəstə qızılgül almışdı. Neçə dəstə? Sual verə bilirəmsə, deməli saydı. Həmçinin 2 sözlə də əvəzləyə bilərəm. Bir dəstə almışdı, 2 dəstə, 3 dəstə, nə artıra bilərik də sayını. 2-də də deməli saydı. 1 ədad, 2 say. Deyir, əşyanın miqdarını bildirir. Əşyanın miqdarını bildirmək sayı aiddir, düzdür? Ona görə 2-yə A uyğundur. Cümlədən çıxarılsa məna dəyişikliyi baş verməz. Biz bu qaydanı ədat üçün keçərli hesab edirik. Ədata aiddir. Bu 1-ə aiddir. Yəni, məsuliyyətli şagirddə deyə bilərəm. Məsuliyyətli bir şagirddə. Heç bir dəyişiklik yoxdur ki. Sonra C. Leksik mənası var. Saydısa sayın leksik mənası var. Ədatın leksik mənası yoxdur. Yalnız qrammatik mənası var. 2 olacaq. C. Yalnız qrammatik mənası da var. Bu da aid ədata. B, D. B, D, A, C. Sonra E-yə baxıram. Cümlə üzvləri arasında əlaqə yaradır. Bunların heç biri cümlə üzvləri arasında əlaqə yaratmır. Ona görə E də heç birinə uyğun deyil.
Cavab olur 1BD, 2AC. Görək hansı variantda belə var. BD, AC, cavab B. Burada cavab olur B variantı. Növbəti. Balaca yaman dəcəldi cümləsində mübtəda nə ilə ifadə olunmuşdur? Cümləni təhlil edirəm. Necədir? Dəcəldi. Kim? Balaca. Yaman sözü ədət olduğu üçün təhlil olunmur. Çünki sifətdən əvvəl işlənib. Yaman sözü aman sözdür. Həm sifət ola bilər, həm zərf ola bilər, həm feil ola bilər, həm də ədət ola bilər. Bu cümlədə ədətdir, təhlil olunmayacaq. Nəsə, bu bizim müzakirə mövzumuz deyil. Yenə də əlavə məlumat üçün dedim. Balaca dəcəldi. Burada bizim mübtədamız balaca sözdür. Balaca sözü də sifətdir. Balaca uşaq dəcəldi, yəni isim ixtisar olunub və mübtəda da sifətlə ifadə olunmuşdur. Cavab E variantı. Növbəti 33. Verilən nümunədə hansı durğu işarələri buraxılmışdır? Baxıram. Kainatın yaranması, quruluşu, inkişafı və təkamülün tədqiqi təkcə astronomiyanın deyil, bütün təbiət elmlərinin əsas problemidir. Kainatın yaranması, fasilə var burada, 1,, quruluşu, 1,, inkişafı və təkamülünün tədqiqi təkcə astronomiyanın deyil, fikri bitir. Bütün təbiət elmlərinin əsas problemidir. 1,, 2,, 3,. Cavab olacaq D variantı. Növbəti 34-cü sualla davam eləyək. Deyir ki, hansı sadə cümlədir? Külək getdikcə güclənir, yağış dayanmadan yağırdı. Nə edirdi? Yağırdı. Nə yağırdı? Yağış. Mübtəda var, xəbər var. Güclənir, xəbər. Güclənən nədir? Külək. Burada da mübtəda var, xəbər var. Mürəkkəb cümlədir. Getdi A. Gülnar həyəti süpürdü, samovara ot saldı. Bu həyəti süpürəndə Gülnardır. Samovara ot salan da Gülnardır. Xəbərlər həmcinsdir. Mübtəda isə bir dənədir. Cümlənin bir qrammatik əsası var. Ona görə sadə cümlədir. Cavab B deyilə. Digərlərində baxaq. Soruşdum, cavab vermədim. Mən soruşmuşam. Mən. O cavab verməyib. Yəni ayrı-ayrı şəxslərə aiddir. Ona görə C də olmaz. Ətrafa baxdım. Heç kəs görünmürdü. Görünmürdü. Xəbərdir. Kim? Heç kəs görünmürmüş. Mübtəda var. Ətrafa baxdım. Mən ətrafa baxdım. Yəni deyirəm. Mübtəda bərpa elədim. Buna görə D də sadə deyil. Külək güclənir. Limandakı gəmilər yırğalanırdı. Yırğalanırdı nə? Gəmilər. Mübtəda var. Güclənir xəbər. Nə? Külək. Mübtəda var, xəbər var. 2 dənə qrammatik əsas var. Ona görə cavab E də olmaz. Cavabımız nədir? B variantı. Bu da belə. Növbəti 35-ci sual. Feildən əmələ gələn sifəti müəyyən eləyək. Sıxlıq. Sıxmaq feilindən, yoxsa sıx sifətindən yaranıb sıxlıq sözü. Bu da maraqlı bir sözdür. Əlavə məlumat üçün deyək ki, sıxmaq sözü, ümumiyyətlə sıx sözü amonim sözdür. Həm feil kimi işlənir, həm də sifət kimi. Sıx, dar mənasında sifətdir, amma sıxmaq mənasında feildir. Burada sıxlıq, darlıq şəkilçisini dar sözünə artıra bilirəm də, düzdür. Ona görə sifətdən yaranmış isimdir. A variantı uyğun gəlmir. Sifətdən yaranan isimdir. Sonra B-yə baxıram. Zarafatcıl. Zarafat isimdir. Cıl şəkilçisi də ona artırılıb sifət yaradıb. Yəni isimdən sifət yaradıb. Bu da olmaz. Güllü. Gül ismindən güllü sifəti yaranıb. Gül feilindən yaranmır. Yəni gülməkdən güllü yaranmır ki. Bu da olmaz. Növbəti qırğın. Qırmaqdan qırğın sifəti yoxdur. Qırğın ismi var. Qırğın isimdir. Ona görə feildən isim yarandığı üçün bu da olmur. Sürüşkən, bəli, sürüşmək feildir. Sürüşmək feilindən də sürüşkən sifəti yaranıb. Cavab elə olacaq E variantı. Növbəti 36. Uyğunluğu
müəyyənləşdirin deyir. Baxaq. İsmi birləşmə işlənib, feili birləşmə işlənib. 3 böyük bina. Böyük bina var. Bu nədir? İsmi birləşmə. Bura aiddir. Bira aiddir. Yenə göy üzünü duman bürüb. Göy üzünü. Bu da bira aiddir. Bira AB. Sən şəkli həvəslə çəkdin. Burada ümumiyyətlə nə ismi, nə də feili birləşmə var. C gedir. Heç birinə uyğun deyil. Sahilə çıxmaq üçün qayığa mindi. Sahilə çıxmaq. Bu da feili birləşmədir. 2-yə D uyğun gəlir. Cavad hiləgərcəsinə girirdi. Burada da yoxdur. Heç birinə uyğun gəlmir. Olacaq cavabımız 1-ə A, B, 2-yə D. Yəni A variantı.